Əziz abituriyentlər, bugün alkanlardan mən sizə 192 və 193 nömrəli testlərin izahını verəcəm. Bunlar 4-cü blok səviyyəsində imtahana düşə biləcək və təkrarlanan sual nümunəsidir. Bizə belə bir alkan verib. Deyir, karbohidrogen virs reaksiyası ilə hansı brom alkanlardan almaq olar? Deməli, fikir verirsiniz ki, bu simmetrik deyil. Deməli, müxtəlif monohalogeni törəmələrə natriumla təsirdən alınıb. Bu testdə gördükdə ortadan həmişə ayırın, simmetri oxu keçirməyə çalışın. Tutaq ki, baxın, bu hissədən bir simmetri oxu var. Deməli, brom bunun bu hissəsinə birləşibmiş. Bu şəkildə baxırsınız. Və bu zaman bunu adlandırsaq necə olacaq? Bromun daxil olduğu ən uzun zəncirimiz budur. Nömrələməyə başlasaq, bu 1, 2, 3. Üçüncü karbon. Burada isə 2-yə birləşmiş metil radikalları var. Onu da adlandırsaq 2, 2 dimetil. Uzun zəncirdə nə qədər karbon var? 3 olacaq propan. Brom neçənci karbona birləşib? Birinci. Təbii ki, buna 1 brom da deyə bilərik. 1 brom, 2, 2 dimetil propan. Deməli, birinciyə təsir etməklə alına bilər. Sonra digərinə isə, bu hissəni artıq təmizləyirəm. Digəri isə, baxın, bu radikalım. İkili butildir də, bu hissəsinə brom birləşdirməkdədir. Mən uzun zəncirin bromun daxil olduğu, baxın, bu zəncirdir. Bromun yaxın olduğu tərəf 1, 2, 3, 4 nömrələnir və adlandırası olsam nə olacaq? 2 brom, uzun zəncir, butan. 2 brom, butan, cavab 3. Deməli, 1 və 3-cü monohalogenlilərə natriumla təsir etdikdə burada verdiyi alkanı almaq olar. Sonra gəldik 93-ə. Bu da həmin tip sualdır. Deməli, neyinirik? Ortadan xəyali bir simmetri oxu keçirirəm. Gördüyünüz kimi, bu tamam başqa radikal, bu tamam başqa radikal. Bu dəfə də yenə brom alkan deyir. Bax, bu hissəyə bir brom qoyuram. Bax, bunu görmür gözüm. Bir dənə bir brom qoyuram bura. İndi bromun daxil olduğu uzun zəncirin, bax, budur. Elə deyilmi? İndi bromun olduğu yerdə nömrələyirəm. 1, 2, 3. Bayaqki kimi yenə adı olacaq da 1 brom, 2, 2 dimetil. Çünki ikinci karbona 2 dənə metil radikal birləşib, uzun zəncir propan. Bu şəkildə. Digərimi də indi tapan zaman bu hissəni artıq silirəm. Bu dəfə brom bu hissəyə birləşir. Baxın, bu hissəyə birləşir. Bu dəfə mənim maddəm budur. Bunun simmetrik olduğuna görə fərqi yoxdur. İstədiyim tərəfdən nömrələyə bilərəm. Bura 1, 2, 3 yazdıq. İndi adlandıranda 2 brom propan olacaqdır. Deməli, burada 1 idi, 2 brom propan da 2'dir. Cavab 1, 2.